Mürəkkəb relyef, metrlərlə qar və bütün çətinliklərə baxmayaraq, yolların təmizlənərək açıq qalmasına səfərbər olan texnika və canlı qüvvə. Bura qış fəslinin 9 ay hökm sürdüyü Alagöllərdir. Dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdə yerləşən Kəlbəcərin Alagöllər istiqamətində qarın hündürlüyü 2, bəzi ərazilərdə isə 3 metrə qədər qalxıb və bu yollar 24 saat ərzində fasiləsiz olaraq qardan təmizlənir. Əsas məqsəd isə məhz bizdən bir neçə kilometr irəlidə yerləşən Ermənistanla sərhəddə olan Azərbaycan hərbi postlarıdır. Məhz bu yolların qardan təmizlənməsi nəticəsində postlarda xidmət edən əsgərlərin maddi texniki təminat sarıdan heç bir əziyyəti qalmır. Qışı bir sınaq dövrü adlandıran təcrübəli sürücülər sayəsində yollar hərəkət üçün yararlı vəziyyətə gətirilir. İş saatları isə bəzən günlərlə davam edə bilir. Yanvar ayıdır, qışın ən sərt aylarıdır. Biz buna baxmayaraq gördüyünüz kimi hava şəraiti çovğundur. Buna baxmayaraq biz hərbçilərimiz üçün, əskərlərimiz üçün yol genişlənmə işlərimizi aparırıq. Daimi gecə-gündüz əskərlərimiz üçün çalışırıq ki, yolda qalmasınlar, təminatları vaxtında aparsınlar. Postlarımız açıqdır. Gördüyümüz işlərlə fəxr edirik biz. Əsas yolların qardan təmizlənməsi prosesi başlayır sentyabr ayından ta ki may ayına dək davam edir. İşlərin ən ağır dövrü isə məhz yanvar-fevral ayları hesab olunur. Ümumilikdə isə yolların qardan təmizlənməsi prosesi postlarda xidmət edən əskərlərin fasiləsiz və təhlükəsiz şəkildə xidmətlərini təşkil etmək üçün həyati əhəmiyyət kəsb edir. Qar təmizləmə prosesində canlı qüvvə və texnikaların işinə tək maneə məhz belə ekstrem hava şəraitidir. Ərazidə gündəlik müşahidə olunan demək olar ki, çovğunlara baxmayaraq işlər bir an olsun belə dayanmır. Alagöllərdə məqsəd dəyişməz olaraq qalmaqdadır. Sərhədyanı hərbi postlarla Kəlbəcər arasında nəqliyyat xətlərinin aktiv saxlanılması. Biz 2021-ci ildən bütün Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy istiqamatlarında sərhədə yolların çəkilməsi və qar təmizləmə işlərinə məşğuluq. Qış boyu postlarımızın yollarını daima açıq saxlamağa çalışırıq. Qar çovğun, qasırğa olmağına baxmayaraq, Notve şirkəti olaraq qarın hündürlüyü neçə metrədən asılı olmayaraq daima postlara yollarımız açıqdır. Hər zaman hərbiçilərimizə dəstək yanlarındayıq. Təmizlənən kilometrlərlə yol eyni zamanda təhlükəsizliyin zəmanətidir. Axı bu yol bizi gecə-gündüz vətənin keşiyində dayananlara aparır. Vurğun Mədətov, Ramiq Abbasov, İTV Xəbər, Kəlbəcər.